Hər kəsə salam. Mən Humay müəllimə. 2025-ci il DİM 2-ci hissə test toplusunda sözünü mövzusundan 54-100 arası sualların izahına gəlin bir yerdə baxaq. Əvvəlcədən videonu bəyənən, rəy yazan və səhifəmə abunə olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Gəlin başlayaq 54-cü sualda. Grateful özündən sonra kiməsə minnətdar olmaq mənasına to, nə üçünsə minnətdar olmaq mənasına for tələb edir. Cavab olur A variantı. Mən sənə minnətdaram hər şey üçün. Baxırıq 55-ci suala. She left her keys in the kitchen. Təbii ki, o deyir açarları qoydu mətbəxdə. Cavab olur A variantı. 56-cı sual. Uşaqlar gülürdü və oynayırdı bağda. Dadə mənasında bağ sözü qadın in tələb edir. Cavab olur D variantı. 57-ci sual. Far from-la işlənir. Hardansa uzaq mənasında. Eyni away kimi, away özündən sonra from tələb edir. Birinci tərəf from olan kimi əlimdə qalır B variantı. Piyada mənasında foot on ilə işlənir. Baxırıq 58-ci suala. Yeni qanuna görə bir çox kiçik bizneslər öz praktikalarına dəyişdirməli, uyğunlaşdırmalıdır. Təbii ki, görə əsasən cavab olur C variantı. Baxırıq 59-cu suala. Her years of dedication, yəni fədakarlıq göstərdiyi illər nəticəsində o nəhayət ki, yeni klinika açma xəyalına nail oldu. Təbii ki, nəticə var, cavab olur D variantı. 60-cı sual. Onun aksenti sənə deyir ki, o ölkənin cənubundandır. Dandan lazımdır. Cavab olur Y variantı. In a hurry bu ifadədə 61-ci sualda tələsik şəkildə deməkdir. In a hurry. Təbii ki, cavab olur B variantı. O tələsik şəkildə gəldi. Hələ də palto və şərf geyinərək əynində. 62-ci sual. Biz keçirtdik bütün gün oradan istirahət eləyərək ağacın kölgəsində. Təbii ki, in the shade of the tree. 63-cü sual. Biz qaldıq kafedə, o bağlanana dək kafedə dadə mənasına təbii ki, ət işlənir. 64-cü sual. Uşaqlar parkda oynadılar. Parkda mənasına, dadə mənasına in işlənir. 65-ci sual. Let's take a shelter. Gəlin sığınaq, yəni biz özümüzə sığınacaq yaradaq. Ağacın təbii ki, altında yağış dayanana qədər cavab olur A variantı. 66-cı sual. Mağaza açıqdır, midnight ətlə işlənir. Təbii ki, burada biz since işlədə bilməliyik, çünki bitmiş zaman deyil. Digərlərindən heç bir işlənmir, sadəcə D variantı işlənə bilir. Mağaza açıq olacaq gecə yarısına qədər. 67-ci sual. Proud of-la işlənir, afraid of-la işlənir. Cavab olur B variantı. He was proud of himself for not giving up. Vaz keçmədiyinə görə özündən fəxr eləyirdi. Ben is afraid of going out in the dark. Qaranlıqda çölə getməkdən qorxurdu. Təbii ki, əksində of lazımdır. 68-ci sual. Şirkət azaltmalıdır işçi qüvvəsinin maliyyət çətinliklərinə görə maliyyət çətinlikləri ucbatından. Cavab olur Y variantı. 69-cu sual. Mən görməmişəm onu keçən yaydan bəri bitmiş zaman təbii ki, since işlənir. 70-ci sual. Uşaqlar tikdi kiçik bir ev it üçün ağacın altında. Yəni anda. Cavab olur B variantı. 71-ci sual. Live ya boşluq ya da for-la işlənir. Əlimdə variantlar, yəni boşluq variantı yoxdur. Cavab olur Y variantı. 72-ci sual. Mən çox şey öyrənmişəm. Sənədli filmə baxmaqdan, təbii ki, from, dandan Y variantı. O 2015-dən bəri burada yaşayıb. Təbii ki, dəqiq vaxt since-lə müddət mənalı sözlərsə for-la işlənir. Çünki cümlən bitmiş zamandadır. Has been. 74-cü sual. Onlar sığınacaq yeri tapıblar qayaların altından yağış yağmağa başlayanda təbii ki, D variantı. 75-ci sual. Onlar təxirə salmalı oldu pikniki hava proqnozu ucbatından because of cavab olur Y variantı. 76-cı sual. Güclü yağışa baxmayaraq onlar gəzməyə davam elədilər. Təbii ki, cavab olur B variantı. Baxmayaraq ziddiyyət. 77-ci sual. Güllər çiçəklədi günəş işığının yoxluğuna baxmayaraq. Təbii ki, mənə ziddiyyət lazımdır. Cavab olur D variantı. Baxırıq 78-ci suala. O gündəliyini saxladı balışının altında. Təbii ki, D variantı. O good at, bad ətlə işlənir. O riyaziyyat problemlərini, mürəkkəb riyaziyyat problemlərini həll etməkdə yaxşıdır. Cavab olur C variantı. 80-ci sual. O aydın və inanmış şəkildə danışırdı, əsəbiliyinə baxmayaraq. Ziddiyyət cavab B variantı despite. Baxırıq 81-ə. O işdən qaldı, dəhşətli baş ağrısı ucbatından, görə səbəbindən because of cavab C variantı. 82. Kiməsə əsəbləşmək mənasında anger with ilə işlənir. Əlimizdə qalır A və Y variantları. Bir şey üçün pis qiymət aldığı üçün cavab olur for A variantı. Oyun təxirə salındı, pis hava şəraiti ucbatından, pis hava şəraitinə görə, təbii ki, due to. One of ilə işlənir 84-cü sualda ən talantlı rəssamlardan biri. Təbii ki, one of cavab olur A variantı. 85-ci sual. Ərazi daha da məşhurlaşıb turistləri ilə məşhur olub. Təkmilləşmiş nəqliyyat əlaqələri nəticəsində as a result of ilə işlənir. Ona görə yeni yox, məhz C-ni götürürük. 86. Pişik tullandı stoldan, stolun üstündən, danda mənasında təbii ki, from və of. İti görəndə cavab olur A variantı.
87-ci sual. O ötürdü qatarı tıxac ucbatından. Təbii ki, ucbatından because of cavab olur Y variantı. 88-ci sual. Yeni qaydaların nəticəsində biznesçilər dəyişməli olduğu işlədikləri tərzlərini cavab olur B variantı. 89-cu sual. O nəfəs ala bilmirdi, nəfəs almaqda çətinlik çəkirdi. Sıx duman ucbatından sıx dumana görə təbii ki, B və D variantları qalır. Rumda ətlə deyil, inlə işləndiyinə görə cavab olur D variantı. O keçirtdiyi bütün gün ortanı kitab oxumaqla about ancient civilization, qədim sivilizasiya haqqında cavab olur D variantı. 91-ci sual. O sakitcə oturdu skamyada, təbii ki, 10 ilə işlənir, cavab olur Y variantı. Onun sağlamlığı yaxşılaşıb keçən ildən bəri, təbii ki, bitmiş zaman dəqiq vaxtla sinus işlənir, cavab olur A variantı. 93-cü sual. Köhnə evin damı of lazımdır bizə, yiyəlik halda təmir ehtiyacı. 94-cü sual. Onlar həzz aldı pikniklərindən soyuq küləyə baxmayaraq. Ziddiyyət var, cavab olur A variantı. Despite. 95-ci sual. Oyun təxirə salındı güclü yağış səbəbindən. Təbii ki, B variantı. 96-cı sual. Gərgin iş və fədakarlıq nəticəsində o yüksəldi, daha yüksək bir vəzifəyə irəliyə çəkildi. Təbii ki, ikinci səhvdə to, birinci səhvdə as a result of. Yəni, cavab olur C variantı. 97-ci sual. Onlar müzakirə etdi təhsilin əhəmiyyətini. Təbii ki, of cavab olur D variantı. 98-ci sual. Külək uçurtdu papağı başından, dandən, üstündən cavab olur D variantı. 99-cu sual. Bir çox heyvan cinsləri məhv olma təhlükəsində olub, meşələrin qırılması və yaşayış yerinin itirilməsi nəticəsində. Təbii ki, cavab olur D variantı. 100-cü sual. O oxumağa davam elədi. Səhər tezdənə dək, təbii ki, chill və yaxud until götürürük. Əllərində kitab ilə. Təbii ki, with cavab olur Y variantı. Bu qədər.